Türkiyədə bizi xilas edən acil servis sisteminin çox yaxşı işləməsidir. Yəni təcili yardım sisteminin. Mənim gördüyüm, məsələn, Bakıda mənim xəstələrim ya da yaxınlarım da olub onkoloji xəstə olan və ən əslində çətinlik ordadır ki, xəstəyə təcili yardıma get, bu olunsun deyə bilmirik burada. Amma Türkiyədə bu çox yaxşı oturmuş sistemdir və xəstəyə biz deyəndə ki, bu şikayətlər olsa, məsələn, qanama olsa və ya 38 dərəcənin üzərində bir ateşin olsa, mütləq sən təcili tibbi yardıma başvurmalısan və oradakı həkim də artıq nə yapacağını bilir və ya mənə ulaşır, əgər ekstra bir durum varsa, daha ciddi bir durum varsa və mən onu yönəltirəm ki, bunu xəstəmiz üçün eləyək. Və bu doğrudan da bizim ölkəmizdə də oturmalıdır, yoxsa həkimlərin işi çox çətin olar və xəstələr də yaxşı bir xidmət görməyə bilər. Çünki gecə vaxtı məsələ bir onkoloqun yapa biləcəyi heç bir şey yoxdur demək olar ki, çünki bizim ixtisasımızdan dolayı elə bir bacarığımız yoxdur ki, həmin an gecə xəstəyə nəsə eləyə bilək. Amma gecə bu anlamda təcili yardım və ya o növbədə işləyən hər hansı bir branş həkimi bunun öhdəsindən asanlıqla gələ bilər.